Hər vaxtınız xeyir, hörmətli dinləyicilər. Biz bugün sizinlə Nizami Gəncəvinin sonuncu poeması olan İskəndərnamə poeması haqqında danışacağıq. İskəndərnamə poeması biz bilirik ki, çox geniş, uzun, biraz da başa düşülməsi çətin olan poemadır. Mən İskəndərnamə poemasını ardıcıl və tam məzmununu qısaldılmış formada sizin üçün danışmağa çalışacağam. Deməli, İskəndərnamə poemasında ümumiyyətlə bütün klassik qaydalara riayət olunaraq İskəndərnamə poeması da birinci Allahın tərifi ilə başlayır, daha sonra nət, qəsidənin növləridir bunlar. Nətdə yenə də Allahın tərifindən bəhs olunur, münacatda sonuncu peyğəmbərin tərifindən, mədhiyyə və fəxri hissələrində isə dövrün şahı və Nizami Gəncəvi özü haqqında məlumat verir, özünü tərif edir, özü haqqında danışır. Daha sonra əsərin girişinə başlasaq, əsərin əvvəlində Nizami Gəncəvi bəhs edir ki, İskəndərnamə poemasını yazmağa qərar aldıqda bir çox mənbələri araşdırır. Bir çox mənbələri araşdırmasına baxmayaraq, yəni adlarını da sadalayır, Yəhudi, Nəsrani, Pəhləvi mənbələrinə müraciət etdiyini deyir. Ancaq heç bir yerdə İskəndər haqqında tam, dolğun və düzgün bir məlumat tapa bilmədiyini vurğulayır və ona görə də özü araşdırmalar aparıb bu poemanı yazmaq qərarına gəlir. Daha sonra danışılır əsərin əvvəlində Fəyləqusdan. Fəyləqus Yunanistanın şahı idi, Yunanistan ölkəsinin şahı idi, Makedoniya idi onun məskəni. Çox ədalətli olmasından bəhs olunur. Fəyləqus çox ədalətli, xalqın tərəfini tutan, xalqa can yandıran bir şah idi və Fəyləqusun ulu babası Eys ibn İshaq isə o dərəcədə ədalətli idi ki, hətta deyir qoyunu bağlardı qurdun buduna. O dərəcədə deyir ədalət var idi ki, hətta qoyunu quzuya belə tapşıra bilirdilər. Elə bir ədalət hökmü sürürdü o dövrdə Yunanistanda. Bu detallara xüsusi fikir verin uşaqlar. Baxın, qoyunu quzuya bağlayan, qurdu quzuya bağlayan Eys ibn İshaq idi. Daha sonra qeyd olunur ki, orada Fəyləqus isə Fəyləqus şah, yəni İskəndərin atası. O isə deyir xalqının qanının tökülməyini heç istəmirdi. Ona görə də İran şahı 1-ci Dara ilə müqavilə bağlayır ki, ölkələr arasında müharibə olmasın və Fəyləqus hər il Daraya xərac göndərəcək. Burada bunun bağlamağında, müqaviləni bağlamağında əsas məqsəd o idi ki, müharibələr nəticəsində boş yerə xalqı məhv olmasın, qan tökülməsin. Bu detalları qeyd eləyin. Daha sonra bəhs eləyir Nizami Gəncəvi ki, İskəndərin dünyaya gəlməsi haqqında müxtəlif mənbələrdə müxtəlif məlumatlar var. Yəni bir məlumatda belə qeyd olunur ki, Fəyləqus bir gün çölləri gəzməyə çıxarkən bir qadını ölmüş vəziyyətdə görür və onun yanında körpə bir uşaq görür ki, barmağını əmərək körpə bir uşaq ölmüş anasının yanında dayanıb. Və o həmin körpə uşağı götürür və özünə övlad edir və həmin uşaq İskəndər imiş. Ancaq Nizami Gəncəvi bu fikri qəbul etmir. Nizami Gəncəvinin fikrinə əsasən isə Fəyləqus şahında deyir bir gözəl yaşardı, azad bir pəri tək çox gözəl idi və Fəyləqus o qadını sevir və onların bir övladları olmalı olur. Və övladlarının doğulması vaxtı çatdıqda, 9-cu ay vaxtı çatdıqda Fəyləqus öz münəccim başlarını çağırıb əmr edir ki, bəs uşağın ulduz falına baxsınlar və ulduz falına baxan münəccimlər çox belə fərəhlə ulduzlarda gördüyü xəbəri Fəyləqusa deyirlər ki, bu uşağın gələcəyi çox parlaqdır, o dünyada tayı bərabəri olmayan bir şahlardan olacaq, Əsəd bürcündə doğulacaq və ulduzu daim parlaq görünür və bundan sonra İskəndər dünyaya gəlir. İskəndərin dünyaya gəlməsi, uşaqlığı, körpəliyi, daha sonra gəzməyə başlaması haqqında orada geniş məlumat verilib. Biz qısaca üstündən keçək.
Deməli, Makedoniyalı İskəndər çox kiçik yaşlarından artıq gəzməyə başlayan kimi at çapmağa başlayır, at çapmağı öyrənir, ox atır, kaman çəkir. Bunların hamısını deyir çox kiçik yaşlarından öyrənir və yaşı çox az ikən Feyləqus o dövrün ən mükəmməl alimlərindən biri olan Ərəstunun yanına, üzr istəyirəm, Niqumaşın yanına öz övladını aparır və ona təhvil verir ki, bəs mənim oğlumu elə öyrət ki, bütün dünya bilgilərindən xəbərdar olsun və eyni zamanda ədalətli, düzgün qərar verə bilən bir insan olsun. Niqumaş isə cavabında şaha bildirir ki, mən dediklərindən də artığını sənin oğlun üçün edə bilərəm. Ancaq bir şərtim var ki, mən sənin oğlun şah övladıdır deyə mən ona heç bir güzəşt etməyəcəm. Yəni sən onun icazəsini, ixtiyarını tamamilə mənim əlimə verməlisən və Feyləqus da buna razı olur. O gündən etibarən Niqumaş bütün təlim tərbiyəsinə, elminə məşğul olmağa başlayır İskəndərin və Niqumaşın da İskəndər yaşlarında bir oğlu var idi, Ərəstun adında. Elə uşaq yaşlarından İskəndərlə Ərəstun qardaş kimi bir yerdə böyüyürlər, hər şeyi bir yerdə öyrənirlər və onlar çox möhkəm dost olurlar. Hətta o qədər möhkəm dost olurlar ki, biri digərindən xəbərsiz at belə çapmazmış, heç bir qərar verməzmiş, hər şeyləri bir yerdəymiş. Və biraz gəncləşəndən sonra İskəndər öz müəllimi Niqumaşa söz verir ki, mən hər nə vaxt ki şahlıq taxtına oturacağam, mən sənə söz verirəm ki, sənin oğlun Ərəstun da daim mənim ən yaxınım, ən əzizim olacaq. Mən hakimiyyətdə olduğum müddətdə o mənim vəzirim olacaq. O mənim vəzirim olacaq. Və müəyyən bir müddət keçdikdən sonra artıq Feyləqus yaşlanmışdı və öləcəyini hiss edir və bildirir ki, məndən sonra mənim taxtacıma oğlum İskəndər başçılıq edəcək. Və 20 yaşında ikən İskəndər artıq şahlıq taxtına oturur və atasının qoyduğu qayda qanunlardan bir an olsun belə kənara çıxmadan dövləti idarə etməyə başlayır ədalətli və düzgün şəkildə. Və bütün qərarlarını da dostu, yaxın dostu Ərəstunla və bilgili alimlərlə verir. Bilgili alimlərlə verməyə başlayır. Deməli, şahlıq taxtına əyləşəndən sonra İskəndər bir gün bir məclis qurulur və bu məclisdə, onlar məclisdə olarkən bir toplu insan gəlir, təzim edib yalvarmağa başlayırlar İskəndərə ki, bəs bizim ölkəmiz bir bəladadır. Zəngibar ölkəsinin şahı Pələngər bizə yaşamağa imkan vermir, vəhşilik eləyir, hər yeri viran qoyub və zəncilərin ölkəsidir Zəngibar bu arada. Zəncilərin də şahı Pələngərdir. Viran qoyub, bəs bizi ancaq sən bu bəladan xilas edə bilərsən. İskəndər əvvəl düşünür, qərarsız qalır, döyüşə getsin ya da getməsin. Sonra Ərəstunla məsləhətləşəndə Ərəstun ona deyir ki, bu sənin üçün bir fürsətdir. Sən şahlıq taxtına oturandan hələ ki heç bir şey etməmişik biz. Gəl elə bu bizim üçün bir fürsətdir, qalib gələrik, həm adımız, şanımız yayılar, həm də bir xeyli əlimizə var dövlət keçər. Ərəstunla da məsləhətləşəndən sonra İskəndər qərara gəlir döyüş haqqında. Ancaq İskəndər atası kimi qan tökməyin tərəfdarı olmur. Ona görə də İskəndərin sarayında yaşayan bir gənc oğlan var idi. Bu gənc oğlan bir neçə dil bilirdi və nağıl olunur ki, bu oğlanın danışıq qabiliyyəti, nitqi o dərəcədə gözəl və səlisli idi ki, o danışığı ilə hamını ələ ala bilirdi, razı sala bilirdi. Ona görə də danışıqlara, Pələngərlə danışığa İskəndər həmin bu gənci göndərir. Ətrafına bir neçə adam da verib həmin bu gənci göndərir. Məktub yazır ki, gəl sən Misir xalqını incitmə, qan tökülməsin. Pələngər isə gələn elçilərin yanında bu gəncin məktubunu alıb oxuyan kimi gəncin başını qızıl bir teştin içində kəsdirir və teşti qaldırıb qanını içir.
Və bunu görən həmin bu gənclə gedən elçilər isə çox böyük bir qorxu, təşviş içində geri qayıdırlar. Qayıdıb həmin bu hadisəni həm İskəndərə, həm də ordudakı bütün hamıya, əhaliyə başlayırlar danışmağa və bu hadisədən sonra İskəndərin ordusunda bir qorxu, bir zəiflik yaranır. Bunu sezən, hiss edən İskəndər yenə ətrafına bu alimlərini, ağıllarını toplayıb onlardan bir məsləhət almaq istəyir. Ərəstun ona deyir ki, biz elə bir şey etməliyik ki, biz ondan da daha güclü görünək. Gəldir biz bir zənci tapaq, zənciləri gətirək sarayımıza, ətrafdan toplayaq bir neçə zəncini sarayımıza gətirək və əmr edək ki, zəncilərdən birinin başını kəssinlər. Daha sonra biz aşpazımıza tapşıraq ki, al bu başı və bişirib gətir mənim üçün. Daha arxada isə, əvvəlcədən isə biz aşpazımıza tapşıraq ki, həmin başı bir torpağın altında bastırsın, heç kim görməsin və bir qara qoyunun başını bişirib zəncinin başıymış kimi gətirsin önümüzə. Bu eyni məsləhətdə olduğu kimi bu hadisəni icra etdirir İskəndər. Bir zənci tapdırır və eyni Ərəstunun məsləhət gördüyü kimi başını kəsir falan, göndərir. Aşpaz isə bişirib qoyunun başını gətirəndə onun önünə, hamının qarşısında və orada sarayda olan tutduqları digər zəncilərin də qarşısında İskəndər onu çox böyük ləzzətlə yeməyə başlayır və deyir ki, yəni bilsəydim ki, zəncinin başı belə dadlıdır, mən deyir heç yeməzdim aşı, ancaq yeyərdim zəncinin başını. Bundan sonra deyir, harda zəncini tutsam, başını yeyəcəm. Çox dadlıymış deyib, zəncinin başıymış kimi başlayır qara qoyunun başını yeməyə və bu səhnəni görən zəncilər çox böyük dəhşət, vahimə içində geri qayıdıb zəncilərə, digər zəncilərə, orduya falan bunun haqqında danışırlar ki, bəs bizim şahımız qan içəndirsə, onların şahı adam yeyəndir də. Və artıq istəklərinə nail olmuş olurlar, plan baş tutur və zəncilərin də ordusuna bir qorxu, bir təşviş düşmüş olur və artıq bundan sonra döyüş səhnələrini görürük. Bir də yadınızda qalsın ki, İskəndərnamə poemasında həqiqi döyüş səhnələri göstərilir. Məsələn, Hüseyn Cavidin İblisində biz həqiqi döyüş səhnəsi görmürük. Amma burada həqiqi döyüş səhnələrindən geniş, uzun-uzadı danışılır. Sadəcə mən indi sizin üçün qısa üstündən keçəcəm. Bəli, döyüş baş verir. Bu dövrdə də döyüşlərdə belə bir qayda var idi ki, gün ərzində döyüş olurdu və axşam gün batanda artıq döyüş dayanırdı. Hər iki tərəf çəkilirdi öz tərəfinə, öz çadırlarına, dincəlirdilər gecəni və səhər gün çıxan kimi döyüş davam edirdi. Və bu minvalla, bu ardıcıllıqla bir neçə gün Pələngər və İskəndərin ordusu arasında döyüş gedir və sonda İskəndərin ordusu Pələngərin ordusuna qalib gəlir, Pələngəri öldürürlər və Misir xalqını bu zəncilərdən xilas edirlər. İskəndər burada Misirdə İskəndəriyyə adlı bir şəhər salır. Daha sonra isə çox böyük var-dövlətlə, dəvələr yükü var-dövlətlə öz ölkəsinə, Roma qayıdır. İskəndər atasından qalan adət üzrə hər il İran şahı 1-ci Daraya xərac göndərərdi. Lakin bu hadisədən sonra Daranın ürəyinə bir kin, küdurət və bir qorxu hissi düşmüşdü ki, İskəndər çox güclənir. Bu gedişlə belə güclənsə, gəlib mənim də ölkəmi tuta bilər, mənə xərac da verməz deyə bu düşüncələrlə ürəyində çox böyük kin yaranmışdı İskəndərə qarşı və İskəndər döyüşdən qayıtdıqdan sonra öz adəti üzrə dəvələr yükü, çoxlu var-dövlət xərac göndərir 1-ci Daraya. Lakin 1-ci Dara bu göndərdiklərinə razı qalmır və ona məktubda deyir ki, yəni sən mənə 7 ilin xəracını birdən verməlisən. Bu məktubu alandan sonra İskəndər istəmir, bunu qəbul etmir və bir neçə dəfə məktub göndərib əslində Daranı müharibədən çəkindirməyə çalışır. Çünki İskəndər həm dərk edirdi ki, Daranın da ordusu sayca, qüvvətcə çoxdur, güclüdür və həm də hər iki tərəfdən çox böyük itkiləri olacaq. Ona görə də bu döyüşdən bacardığı qədər istəyirdi ki, yəni döyüşsüz həll edə bilsin məsələni. Ancaq gördü ki, Dara daş ətəyindən tökmür, razı düşmür. Ona görə də döyüş olmalı olur. Deməli, biz görürük ki, orada yenə Makedoniyalı İskəndərin və Daranın ordusu qarşı-qarşıyadır. Günlərlə uzun-uzadı, çox yorucu döyüş baş verir. Amma nə bu tərəf, nə də o tərəf məğlub olmur, təslim olmur.
Və bir gün Daranın 2 sərkərdəsi gizlincə İskəndərin ordusu tərəfə keçir və İskəndərə belə bir təklif gətirir ki, əgər sən bizə söz versən ki, bizə bir vəzifə verəcəksən, biz Daranı öldürərik. İskəndər burada düşünür, əslində ürəyində düşünür ki, Daranı öldürə bilməyəcək bunlar. Buna görə də razı olur. Yəni inanmırdı ki, o sərkərdələr Daranı öldürə biləcək və buna görə də razı olur. Həqiqətən də bunlar, bu sərkərdələr Daranı öldürə bilirlər. Daranı öldürürlər. Yaralı vəziyyətdə atdan yıxılan, can üstə olan Daranı bu vəziyyətdə görəndə İskəndər çox pərişan hala qalır, çox pis olur. Pis olmağının səbəbi o idi ki, çünki o dünyanın artıq çox vəfasız olduğunu başa düşməyə başlayıb. Dara çox güclü, qüvvətli bir hökmdar idi. O cürə bir hökmdarın belə bir vəziyyətdə, yaralı şəkildə və xəyanətə uğramış şəkildə sonluğunun belə bitməsinə çox təəssüf hissi keçirirdi, çox pis olurdu və əyilir Daranın yanına. Mən sənin nökərinəm, mən ya istəməzdim sən belə olasan, sən belə öləsən, sənə belə sonluq heç vaxt arzulamazdım. Belə sözlər deməyə başlayır. Həqiqətən çox təəssüf hissi keçirir və Dara son nəfəsində İskəndərə vəsiyyət edir ki, mənim bircə gözümün nuru bir qızım var, Rövşənək, və o qızı sənə əmanət edirəm. Qızımı sənə əmanət edirəm və canını tapşırır, ölür. Daha sonra döyüşdə qalib gələn İskəndər yenə də var dövlətlə qızı Rövşənəyi də özünə həyat yoldaşı edir və bu döyüşdə İskəndərin qalibiyyəti ilə bitir. Rövşənəklə evlənir və Rövşənəyi Ruma göndərir. Özü isə Ərəbistana gedib Kəbəni ziyarət edir. Deməli, burada göstərirlər ki, bir çox ölkələrə gedir, oradan keçib Bərdəyə gəlir, çatır. Bərdə haqqında ətraflı dərsliklərdə verilib əslində. Deməli, Bərdədə birinci Bərdə haqqında peyzaj verilir. Bərdə nə gözəldir, nə qəşəngdir, yazı da, qışı da, güldür, çiçəkdir və s. Bərdənin gözəlliyindən bəhs olunan bir peyzaj verilir. Daha sonra Bərdə, İskəndər bura çatanda görür ki, hər tərəf güldür, çiçəkdir, hər tərəf əmin-amanlıqdır və ona maraqlı gəlir ki, buranı kim idarə edir? Ona deyirlər ki, buranı bir qadın idarə edir. Və elə bir qadındır ki, elə bir xanımdır ki, o gündüz deyir insanlara yaxşılıq eləməklə keçirir. Gecəni də deyir heç evə getmir. Gecəni də deyir səhərə kimi Allah ibadətlə keçirir. Belə bir qadın bu ölkəni idarə edir. Və İskəndərə Nüşabə haqqında bunları eşidəndən sonra çox maraqlı gəlir. Və Nüşabənin də minlərcə qız, 30 min oğlan, minlərcə qız, 30 min qulam köməkçisi var idi. Yəni burada göstərilir ki, Nüşabənin bütün işlərini qadınlar həll edirdilər. Hər bir işi qadınlardan keçirdi. Və Nüşabəyə də xəbər çatır ki, İskəndər Bərdədədir. Və bir gün İskəndər artıq görmək istəyir Nüşabəni. Nüşabə bu arada ona dadlı, ləziz yeməklər falan göndərir və ondan sonra İskəndərin marağı daha da artır Nüşabəyə və Nüşabəni görmək istəyir, ancaq istəmir ki, Nüşabə onu tanısın. Və gəlir Nüşabənin sarayında, qapıda elçi daşında oturur və özünü başqa biri kimi, Nüşabəyə elçi düşən biri kimi təqdim edir. Nüşabənin yanına girəndə təzim etmədən, baş əymədən keçir, birbaşa oturur yuxarı başda. Nüşabə isə pərdənin arxasında əlində ətirli bir portağalla oturur. Deməli, bunlar arasında başlayır söhbət ki, əvvəl İskəndər danır İskəndər olmasını, deyir İskəndər bir dənizdir, mənsə bir çayam, yəni mən ona necə bənzədə bilərsən, mən İskəndər olsaydım qürurla deyərdim ki, İskəndərəm falan. Bu vaxtı Nüşabə deyir ki, yəni mən qadınam deyə elə bilmək ki, mən heç nə bilmirəm də. Əmr eləyir köməkçilərinə, deyirlər ki, bu ipəyi gətirsinlər. İpəyi açıb İskəndərin önünə sərəndə İskəndər çaşıb qalır. İpəyin üzərində İskəndərin şəkli vurulmuşdu, yəni şəkli çəkilmişdi ipəyin üzərinə və biraz pərt olur. Nüşabə bunu sezir, hiss edir ki, İskəndər pərt olub və istəmir ki, o boyda böyük bir
şah onun qarşısında pərt olsun və başlayır artıq ürəyini almağa İskəndərin. Ondan sonra süfrə qururlar, məclis qururlar, onu süfrəyə dəvət edir. Süfrə qurub məclis qurub onu süfrəyə dəvət edir. Süfrədə deyir hər şey var idi, olmayan nemət yox idi, amma deyir 4 dənə qabıda qoyulmuşdu. Birində ləl, birində qızıl, birində dür, birində isə yaqut qoyulmuşdu. Və Nüşabə İskəndər deyir ki, yəni bunlar nədir ki, mənim qarşıma qoymusan, bunlar yeyilən bir şeylər deyil. Nüşabə də gülərək deyir ki, o daş gedir boğaza yolu yoxdur, faydasızdır, yaramaz belə daş üçün bu qədər vuruşmaq, çarpışmaq nəyə lazımdır? İskəndər isə cavabında deyir ki, düzdür deyir, sən ağıllı qadınsan, amma deyir, bəs sənin süfrəndə deyir bu qədər daşqaş niyə var? Yəni əgər sən bəyənmirsənsə daşı qaşı, bu qədər daşqaş bəs səndə niyə var? Nəsə bu minvalla bunun arasında söhbət gedir və ayrılarkən də saraydan İskəndər Nüşabə ilə əhd peyman bağlayır ki, yəni sən öz ölkəni azad şəkildə idarə elə, mən sənin ölkənə dəyməyəcəm və söz verir ki, mən səni həmişə qoruyacam. Həmişə qoruyacam. Daha sonra uşaqlar, Bərdədən sonra İskəndər şimala gedir. Şimala gedir Dərbənd qalasına. Dərbənd qalasına çatanda orada ona o ətrafda yaşayan əhalilər yenə yaxınlaşırlar, yenə yalvarırlar ki, bəs kömək elə bizə. Dərbənd qalasını quldurlar, qaçaqçılar ələ alıblar, yoldan keçə bilmirik, hər kimi gördülər, tutub əlində nəyi varsa alırlar. Yəni burada yaşamaq mümkün deyil də, zülm edirlər əhaliyə. Və İskəndərin də məqsədi zaten zülmə son qoymaq idi. Ona görə də başlayırlar, çox güclü, böyük bir mübarizə gedir İskəndərin ordusu ilə və bu Dərbənd qalasındakı qaçaqlarla, Dərbənd qalasındakı quldurlarla. Əsərdə göstərilir ki, 40 gün, 40 gecə atmadıqları ox, daş, yay qalmır, od qalmır. Ancaq 40 günün sonunda Dərbənd qalasının bir balaca daş belə qopara bilmirlər. Və çox belə təəssüf hissi keçirən İskəndər artıq həvəsdən düşür və öz-özünə düşünərkən ki, mən necə eləyə bilərəm. Birdən deyir ki, əmr eləyir ki, ətrafdakı yerlərin hamısını gəzin. Burada mənə ağıllı bir yaşlı qoca alim, yaşlı bir insan tapın. Və belə də olur, ona xəbər gəlir ki, kəndin lap qırağında heç kim yaşamayan bir yerdə tənha bir koma var və orada yaşlı bir qoca var. Və İskəndər qocanı öz ayağına çağırmır. Özü durur, gedir həmin komaya, qoca ilə qarşılaşır, çox böyük təzim edir ona, hörmətlə yanaşır, hörmətlə danışır. Qoca isə bunun İskəndər olduğunu tanıyır, bilir və soruşur ki, İskəndər qocadan, sən niyə belə yaşlı adamsan, yeməksiz, içməksiz, geyimsiz, belə bir tənhalıq bir yerdə yaşayırsan? Qoca deyir ki, mən deyir, çox yaşamışam, çox şey görmüşəm və dünyada insanların, həyatın, ömrün, hər şeyin o qədər vəfasız olduğunu görmüşəm ki, və artıq hamısından qıraqda yaşamağı üstün tutmuşam. Mənə deyir, bəs eləyir çöldəki çəmənlər, otlar, qidalanıram onlarla, geyindiyim isə bir həsirdən paltardır. Yəni mən belə xoşbəxtəm. Dünyada deyir, hər şey yalandır, yeganə gerçək var, o da uca yaradandır. Daha sonra İskəndər deyir ki, bəs mənim dərdim budur ki, Dərbənd qalasında ki, quldurlar əhaliyə zülm edirlər və mən bu zülmün kökünü kəsmək istəyirəm. Qoca deyir ki, sən ki, deyir, əhalinin zülmə uğradığına dözə bilmirsən və gecə-gündüz 40 gün əziyyət çəkmisən, vuruşmusan, mən deyir, elə bir şey edəcəm ki, sən o qalanı ala biləcəksən. Sən deyir, ged indi qalaya, görəcəksən ki, artıq qala sənindir. Və burası biraz fantastikdir və qoca deyir, elə bir ah çəkir ki, həmin o 40 günkü müharibədə bir daşı qopmayan qala divarları dağılır, tökülür və İskəndərin ordusu daxil olurlar ora və quldurların hamısını məhv edirlər, əhalini xilas edirlər və orada zülmə son qoyulur və Dərbənd qalasını ələ keçirir. Daha sonra oradan Elbrus dağına tərəf yollanır. İskəndər Keyxosrovun qəbrini orada ziyarət edir, Reyə gedir, oradan Xorasandan keçir. Bu ardıcıllığı mütləq yadınızda saxlayın, hardan sonra hara gedirsə. Və daha sonra Hindistana gəlir, çatır.
Hindistandan sonra Çinə gedir. Orada Çin hökmdarı haqqında danışırlar ki, çox yaxşı, ağıllı bir hökmdar olur və bu Çin hökmdarı da öz xalqının qanının tökülməyini istəmədiyinə görə çox ağıllı bir hökmdar olur da İskəndərlə razılaşır ki, yəni biz döyüşə girməyək, biz razıyıq sən idarə edəsən bizim ölkəmizə və heç bir qan tökülməsin. Onlar çox dostcasına, mehribancasına Çindən ayrılırlar. Çin hökmdarı İskəndərə ağıllı bir kəniz və bir gözəl at bağışlayır. Həmin bu Çin hökmdarının bağışladığı atı biz daha sonra başqa bir yerdə daha adını çəkəcəyik. Deməli Çindən qayıdarkən isə İskəndərə xəbər gəlir ki, Rus sərkərdəsi, yəni Rus ölkəsinin şahı Kıntal vəhşicəsinə hər yeri qırır, çatır, keçdiyi hər yeri viran qoyur, hər yerdə zülm hökm sürür onun keçdiyi və Bərdəyə də hücum edib, Nüşabəni də alçaldaraq özü ilə əsir götürüb. Belə bir xəbər gəlir. Bu xəbərdən sonra çox əsəbləşir, çox hirslənir. İskəndər və qərarı gəlir ki, gedib həmin bu Rus sərkərdəsi ilə, Rus şahı ilə döyüşsün. Deməli, uşaqlar göstərir ki, gəlirlər Qıpçaq çölünə, Rusiya torpaqlarına və iki böyük ordu qarşı-qarşıya gəlir. Əsərdə bizə göstərilir ki, hələ deyir, tarixlər boyu belə bir qanlı döyüş olmamışdı. İskəndərin də gördüyü ən böyük, ən qanlı döyüş həmin bu Rus şahı Kıntalla olan döyüş olur. O dərəcədə çoxlu insan ölmüşdü ki, artıq insanların qanı yerdə bir çay əmələ gətirmişdi. Və burada bəzi detallar var, bunları da qeyd edib götürün mütləq özünüzdən. Deməli, bunlar Ruslarla müharibəyə girəndə bəzi sərkərdələrin adları var, onları qeyd edək, düşə bilər. Ruslarla döyüşdə Rus sərkərdəsi Bərtasın adı çəkilir ki, Bərtas deyir, o çox adamı öldürür, heç kim ondan bacara bilmirdi. Onu isə deyir, İskəndərin ordusunda Hindi adlı bir şahzadə var idi. O şahzadə döyüşdə həmin Bərtası öldürə bilir. Ondan sonra deyir, bu Bərtas o qədər Bərtası Hindi öldürür. Hindi ondan sonra o qədər çox Ruslardan adam öldürür ki, artıq deyir, Ruslar deyir, yorulur və qarşıya çıxan olmur. Yəni ürək edib qarşıya çıxan olmur. Bir Rus sərkərdəsi olur, Tərtus adında. Çox vəhşi bir insan olur o. Yəni ağzı qan olur onun. Yəni ancaq qan deyib yaşayan bir vəhşi bir sərkərdə olur və həmin Tərtus döyüşdə Hindini öldürür. Hindini öldürəndən sonra artıq Tərtusla İskəndərin ordusundan heç kim bacarmır və artıq İskəndər, baxın, həmin bu səhnədə bayaq dediyim Çin xanının ona bağışladığı atın üstünə çıxaraq və burada Ərəstun onu ürəkləndirir ki, əvvəl biraz İskəndər narahat olur ki, yəni döyüşə girməyinə peşman olur da, çox adam öldüyünə görə, amma Ərəstun onu ürəkləndirir ki, narahat olma, buradan da qalib çıxacaq. Ondan sonra ürəklənəndən sonra Çin xanının ona bağışladığı ata minir və Tərtusu da öldürür. Ondan sonra Kıntalı da öldürür və bu döyüşdən də qalib gəlir. Nüşabəni xilas edib öz ölkəsinə göndərir. Ondan sonra uşaqlar göstərirlər ki, İskəndər bir gün məclis qurub oturarkən onun ətrafındakı adamlardan hərəsi bir şey danışırmış. Bir alim Hindistandakı qeyri-adi gözəllikdən biri, Çindəki qeyri-adi gözəllikdən biri, hansısa başqa bir diyarda gördüyü çox qeyri-adi bir gözəllikdən danışır və məclisdə bir yaşlı qoca olubmuş. Bu qoca da önə çıxıb bir fikir irəli sürür ki, bəs dünyanın ən şimalında bir yer var, Zülmətlər ölkəsi adlanır ora. Bəs orada belə bir möcüzəvi bir çay var ki, o çayın suyundan kim içsə, dirilik suyudur o. Yəni bu dünyada artıq ölməyəcəkdir, sonsuz yaşayacaq. Və bu fikir çox maraqlı gəlir İskəndərə və artıq ordusunu toplayıb həmin o zülmətə getmək qərarına gəlir və deməli ordusu ilə o qədər çox yol gedir ki, artıq ordu yorulub əldən düşür. Gəlib bir mağaranın yanına çatırlar. Orada belə bir şeydən bəhs olunur ki, belə bir rəvayət olunur ki, ordunun yükü ağır olur deyə orada bir mağara olur və o mağaraya qoyurlar. Həmin mağaraya qoyurlar öz əşyalarını
və ondan sonra artıq davam edirlər və həmin mağarada məskən salandan sonra hamı İskəndərlə bir yerdə davam etmir Zülmətlər şəhərinə. Bəziləri isə ordudan, bəziləri orada qalır. Və güya bu Bulqar şəhəri həmin o İskəndərin ordusundan orada qalanların bəziləri orada məskunlaşır və Bulqar şəhəri orada yaranıbmış. Nəysə İskəndər Zülmətlər şəhərinə gedir, orada Xızırla tanış olur, amma göstərilir ki, bu hissə bizə düşməyəcək. Ona görə də mən bu hissə haqqında çox ətraflı danışmaq istəmirəm. Bu hissə çıxarılıb proqramdan, ona görə bu hissə bizə düşməyəcək. Bir də qısaca məlumat verim ki sizə. Gedir Zülmətlər şəhərinə, orada Xızırla qarşılaşır. Xızır dirilik suyunu içir, ona görə Xızır hətta bu gün də sağdır, aramızdadır. Və İskəndər oradan tam əli boş geri qayıdır və artıq oradan qayıdandan sonra İskəndər çox yorulur. İskəndər çox yorulur və artıq dincəlmək üçün öz ölkəsinə qayıdır, Yunanistana qayıdır və Yunanistana qayıdandan sonra İskəndər öz sarayına çəkilir və 7 alimlə bir yerdə öz sarayına çəkilir. Bu 7 alimin adını da mütləq yadda diqqətlə saxlayıb qeyd etmək lazımdır. Bu alimlər kimlər idi? Ərəstun, Valis, Bəlinas, Sokrat, Ferfurius, Hörmüz və Əflatun. Biz bunlardan Ərəstunu tanıyırıq. Digərlərini də bildik ki, deməli bu alimlərlə dövrünün ən qüdrətli bu 7 alimi ilə öz sarayında bir xəlvət, sakit bir yerə çəkilir. Çox uzun bir müddət orada alimlərlə gecə-gündüz söhbət edir. O qədərdir uzun zaman o alimlərlə söhbət edir ki, və hər alim bildiyi hər şeyi İskəndərə danışır. O qədər uzun söhbətlər edir ki, artıq İskəndər dünyanın bütün bilgiləri ilə dolub daşırdı. Və 27 yaşında İskəndərə bu dünya elmindən, bilgisindən tam dolandan sonra 27 yaşında İskəndərə peyğəmbərlik verilir. Sonra deməli İskəndər uşaqla belə bir şey deyim sizə. Deməli, Makedoniyalı İskəndər ümumiyyətlə dünyanı 2 dəfə, əsərdə görürük ki, 2 dəfə gəzib dolaşıb bu dünyanı. Şərəfnamə hissəsində dünyanı səyahətə çıxmağının məqsədi o idi ki, zülmün sonunu kəssin. Amma İqbalnamə hissədə dünyanı səyahət etməyinin məqsədi o idi ki, öz peyğəmbərliyini hər yerdə yaysın, tanıtsın. İskəndərnamənin şərəfnamə hissəsi İskəndərin Zülmətlər şəhərindən geri qayıdıb Yunanistana qayıtması ilə bitir. Orada şərəfnamə hissə bitir. İqbalnamə hissə başlayanda isə biz görürük ki, artıq bu 7 alimlə xəlvətə çəkilib və indi adını çəkdiyim alimlərdən dünya bilgilərini öyrəndi və peyğəmbərliyə çatdı. Deməli, peyğəmbərliyə çatdıqdan sonra yenidən deməli dünyanı gəzir. Düz deyir, 2 dəfə dünyanı gəzir peyğəmbərliyə çatdıqdan sonra. Birinci dəfə çölləri gəzir, səhraları, quraq yerləri. İkinci dəfə dünyanı səyahət edən zaman isə deyir, abad yerləri, gözəl yerləri deyir, gəzir və yenidən qayıdır Roma öz ölkəsinə. Deməli uşaqlar, peyğəmbər olandan sonra dünyanı səyahətə çıxanda ümumiyyətlə öz taxtına öz oğlunu vəsiyyət edir. Taxtını öz oğluna vəsiyyət edir və anasına da tapşırır ki, mənim oğluma sən nəzarət elə, sən göz qoy ki, ölkədə ədalətdən bir an belə qırağa çıxmasın. Anasına da tapşırır ki, sən bu ölkəni ata kimi qoru və ana kimi qayğısına qal. Mən olmayanda mən də gedirəm, dünyanı səyahətə çıxıram. Öz peyğəmbərliyimi bütün hər yerdə bildirmək üçün, demək üçün, yaymaq üçün bu yoldan geri dönmək də var, dönməmək də var. Belə bir şəkildə anası ilə danışıqlar gedir. Deməli, biz görürük ki, burada ümumiyyətlə bu dünyanı səyahətə çıxanda dedi ya, birinci çölləri, quraq yerləri, sonra çölləri gəzir. Buralarda bəzi yerləri var. Biz o yerlər haqqında istəyirəm danışım sizlə. Deməli, necə olur? Mədinədən başlayır bu vəsiyyət edəndən sonra öz oğluna, öz taxtını, başlayır Mədinədən yola düşür, İskəndəriyyəyə gəlir. İskəndəriyyə bunun öz Zəngibara qalib gələndən sonra qurduğu şəhər idi. Oradan Məğribə gedir, Məğribdən Misrə gedir. Oradan isə deyir
Misirdə bir dəstə adam Misirə gedəndə oradan bir dəstə adam deyir İskəndərdən yardım istəyir. Nəysə döyüş olur, qalib gəlir, həmin adamlara kömək edir, onları da orada onları incidən adamlardan xilas edir və başlayır daha sonra düz 6 ay Misirdən sonra düz 6 ay yol gedir. Qoşun çox yorulmuşdu, qoşun taqətdən düşmüşdü, gəzməyə qoşunun halı qalmamışdı və 6 ayın sonunda göstərilir ki, qoşun gəlib Nilə çatır, Nilin sahilinə çatır. Nil sahilinə çatanda qoşun artıq çox yorulmuşdu və orada çox quraq yer idi deyir. Gəlib oradan bir belə səhra kimi bir yerə gəlib çıxırlar bunlar və orada uzaqda deyir çox gözəl yamyaşıl bir təpə görünürdü. Amma həmin yamyaşıl təpənin təpəyə çıxan yol o dərəcədə qorxulu, sıldırım, uçuq qayalardan ibarət idi ki, heç kim ürək edib ora çıxmaq istəmirdi. Və yerli cəmaət, oranın yerli cəmaəti İskəndərə deyir ki, o yaşıl dərəyə bu günə qədər ki, hər kim ki gedib oradan geri dönən heç bir nəfər də olsun yoxdur. Yəni biz o dərədə nə var bilmirik. Çünki heç kim oradan geri qayıtmır ki, bizə desin ki, orada nə var. İskəndərə çox maraq gəlir ki, yəni görəsən orada nə var və fikirləşir, yəni ətrafına öz ağıllı qocalarını, alimlərini toplayır və onlardan məsləhət istəyir ki, biz necə bilə bilərik ki, orada nə var. Deməli, alimlərdən biri ona məsləhət görür ki, biz bunu bilmək üçün bir yolu var. Bizə iki dənə adam lazımdır, 2 nəfər adam lazımdır və bunlar ata-oğul olmalıdırlar ki, çünki bunların qan can bağı bir olsun ki, bunlar bir-birlərini yarı yolda qoymasınlar. Və həmin bu ata-oğul həm oxuma yazmaları olmalıdır, həm də sağlam olmalıdırlar ki, bu təpəyə çıxa bilsinlər və ətrafa səs saldıqdan sonra eyni bu xüsusiyyətlərdə bir ata-oğul tapılır. Deməli, plan bundan ibarət idi ki, ata öndə gedəcək, ata öndə qayadan çıxacaq və hər hansı bir ipləmi, hər hansı bir vasitə eləsə, məktub gördükcə getdiyi yollarda gördüyü hər şeyi məktubla yazıb, arxada ondan bir qədər yol uzaqda onun ardınca gələn öz oğluna verəcək, ötürəcək həmin məktubu. Oğlu isə belə bu minvalla öz arxasındakı ondan arxasındakı adama və bu minvalla həm kişi getdiyi yolu yazıb ötürmüş olacaq və həm də bu oğlana tapşırırlar ki, yəni atan dərənin sonuna kimi getsin, amma sən dərəndən o yana baxmağa sənə icazə yoxdur. Çünki birdən o da baxardı, o da qayıtmazdı ona görə. Bu minvalla gedib çox çətin yollarla gedib çatır həmin ata və yamacdan qalxır və ata geri qayıtmır. Geri qayıtmır, amma oğul geri qayıdır məktublarla. İskəndərə çatır bu məktub. İskəndər məktubu açıb oxuyur və məktubda yazılmışdı ki, həmin ata məktubda yazmışdı ki, yəni bu elə bir yoldur ki, yəni dəhşətli bir yoldur, cəhənnəm kimi bir yoldur. Bəzi yerlərində toz o dərəcədə sıxdır ki, insan sanki zülmətdə gəzir, ayağının altında nə olduğunu görmədən qorxulu yollarla gedir. Bəzi yerlərində cığır o dərəcədə darlaşır ki, sanki uçurumdan uçacaqsan hər an. Yəni çox dəhşətli bir yollardan sonra o yamaca çatanda isə orada çox cənnət kimi gözəl bir yer var imiş. Ağaclardakı meyvələr bol-bolluca sallanırmış, təmiz havası var imiş. O çox qorxulu yolun sonunda belə gözəl yeri görüb heç kim geri qayıtmaq istəmir. Həm gözəl olduğuna görə, həm də geri qayıdacaqları yol çox dəhşətli, əzablı, əziyyətli, qorxulu və ölüm dolu bir yol olduğuna görə bu günə qədər gedən ora heç kim qayıtmayırmış. İskəndər bu məktubu özü gizlin oxuyur, tək oxuyur, heç kimə demir bu haqda və məktubu gizlədir və bu barədə öz ordusundan heç kimə heç nə demir. Ona görə demir ki, birdən ordusu da yorulub, gedib bilərlər ki, orada gözəl bir yer var və ora getmək istəyər də. Ona görə gizlədir. Daha sonra oradakı əhali İskəndərə yol göstərir ki, bax, məsələn, bu tərəfdən getsən, o yolun sonunda bir yerə çıxacaqsan, orada 500 il və daha çox yaşayan insanlar var. Deməli, İskəndər ora tərəf gedir. Daha sonra isə İskəndər şimala gedir və orada Yəcuclardan qoruyur. Orada bir tayfa, Yəcuclar adlanan bir tayfa olur, çox vəhşi tayfa olur, hətta adam əti falan yeyən bir vəhşi bir tayfa olur. Oradakı tayfanı Yəcuclardan qoruyur
Sonra yenə bir müddət gəzdikdən sonra gəlib xəyallarındakı utopik ölkəyə çatır. Orada gördüklərindən sonra ora çox utopik, çox fantastik dərəcədə gözəl bir yer idi. O dərəcədə hər şey ədalətli idi ki, heç kim qapısına qıfıl vurmazdı. Heç kimə yemək dərdi olmazdı. Orada bir nəfər olsun belə dərdi olan, ac olan bir insan tapılmazdı. Belə bir gözəl bir yer idi. İskəndər orada gördüklərindən sonra dünyanı tutmaq niyyətindən çox peşman olur. Düşünür ki, kaş ki mən buranın varlığını bilərdim və həmişə elə burada gəlib yaşayardım, amma burada çox qalmır. Öz yurdu üçün, öz ölkəsi üçün darıxır və Yunanistana qayıtmaq istəyir. Yunanistana qayıtmaq istərkən yolda Zur şəhərində qızdırma xəstəliyinə tutulur İskəndər və bu dərdinin çarəsi tapılmır da, gün-gündən vəziyyəti çətinləşir və görür ki, artıq öləcək, hiss edir ki, ölüm ona yaxındır və bir məktub yazıb çaparla göndərir dostu və vəziri olan Ərəstuna. Ərəstuna deyir ki, mən artıq mənim halım yaxşı deyil. Sən bu məktubu alıb oxuyan kimi tez ətrafındakı bütün ən gözəl alimləri də toplayıb gəl, bəlkə tez gəlsən, məni canlı görə tapa bilərsən. Mən ölməmiş gəlib məni tapa bilərsən də. Məktub əlinə çatan kimi Ərəstun eyni dostunun İskəndərin dediyi kimi alimləri toplayır və gəlib Zur şəhərində İskəndərin yanına çatanda artıq görür ki, yəni İskəndər o İskəndər deyildi, rəngi saralmış, qəddi qaməti əyilmiş və çox xəstə bir haldadır və artıq Ərəstun da bilir ki, yəni bu İskəndərin ömrünün son günləridir. Və özü ilə gətirdiyi alimlərin heç biri İskəndərin dərdinə çarə tapa bilmir. Gün-gündən İskəndərin halı pisləşir və İskəndər artıq burada dünyanın faniliyindən, vəfasızlığından başlayır danışmağa. Deyir, məndə olan ordu heç kimdə yoxdur. Çadırımın arxasında minlərlə əskərim, ordum ola-ola. Dünyanı başdan başa dəfələrlə gəzmişəm. Nə qədər ölkələr tutmuşam. Bütün dünyanın ən ağıllı alimləri məndədir. Lakin bir dənə xəstəliyimə çarə tapa bilmirəm. Mənim bu halım hamıya nümunə olsun. Deməli, dünya çox fani və vəfasız dünyadır. Və artıq öləcəyini hiss edərkən anasına bir məktub yazır. Anasına tapşırır ki, məktubda ana, bəs mən ölürəm, sən nə badə mən öləndən sonra hay-şivən qoparasan, özündən çıxasan, bəs özünü ağıllı apar, yəni özünü toxta, dik dur, ağlama, çünki ölüm hamının başına gəlir və anasına tapşırır ki, sən çox gözəl bir məclis qurarsan və orada dünya nemətlərindən hər şey düzərsən süfrəyə. Amma ora mənim yasama gələnlərə tapşırarsan ki, hər kimin ki qəbirdə ölüsü yoxdur, o əl uzadıb o nemətlərdən yesin. Onda deyir, ana, sən görəcəksən ki, heç elə bir nəfər yoxdur ki, qəbirdə ölüsü olmasın. Yəni anasına təsəlli verməyə çalışır ki, o qədər yığılan adamlardan hamının qəbirdə ölüsü var. Sən tək deyilsən və mən ölən ilk insan deyiləm. Və anasına vəsiyyət edir ki, bəs taxtım oğlumun olsun, ədalətlə idarə edin məndən sonra ölkəni və ondan sonra öz ətrafında da belə vəsiyyət edir ki, bəs mən ölərkən mənim bir əlimi kəfəndən qırağa çıxarın, içinə bir ovuc torpaq qoyun və əhalinin içində məni gəzdirin, görsünlər ki, bütün dünyanı tutan İskəndər bir ovuc torpaqla bu dünyadan köçür. Daha sonra İskəndərin ölümündən danışılır. Ondan sonra bir-bir İskəndər öləndən sonra bir-bir başlayırlar o əvvəldə adını çəkdiyimiz həmin o alimlərin ölümündən başlayırlar danışmağa. Hürmüzün ölümü, Sokratın ölümü, Ferfuriusun ölümü və s. bu minvalla İqbalnamə hissəsi də belə tamamlanır və o alimlərin ölüm hissəsindən sonra da Nizami orada da belə bir şey qeyd edir ki, mən də hiss edirəm ki, mənim ölümüm də artıq yaxındır. Əsərdə belə bir şey qeyd edir, amma biz bilirik ki, bu əsər yazılandan bir neçə il sonra yaşayır Nizami Gəncəvi. Əsər haqqında bizə düşmə ehtimalı böyük olan hissələri qeyd edib videonun arxa fonunda paylaşacağam.